Azərbaycan Kinematografçılar İttifaqının Gəncədə Kino Günləri layihəsi 12 mart tarixində də 2 seansla çıxış edib. Gəncə şəhər Məhsəti Gəncəvi mərkəzində reallaşan kino baxışlarında bir bədii və 2 sənədli film nümayiş olunub. İlk seansda tamaşaçılara Başlıbel mühasirə gündəliyi tam metrajlı sənədli filmi təqdim olunub. Ondan sonra dəridir, şərlə müalicə eləmək, dərdi qurulur, dərilə müalicə eləmək, infeksiyanı alır. Bəs sarmaqda odur ki, əzələ bir-birinin aralanmaz. Sonra əzələləri doğramaq mümkün olmaz. Kinotənqidçi Aygün Aslanlı ilə yanaşı filmin rejissoru Pərviz Həsənov da ekran əsərinin müzakirəsində iştirak edib. Pərviz Həsənov tamaşaçıların suallarını cavablandırıb. O sakinlərin o vaxt orada getdilər, o yol var idi, 4 ay ərzində xronoloji olaraq ki, mən sizin bütün kahalara gedim. Və mən o bütün kahalara getdiyimdə filmini gördüm, oradan sonra özləri yazmış, əllər yazmışlar ki, biz buradan çıxdıq. O hamısını istəyirəm, ola bir görüm. Və biz orada tapdıq, orada mən əşyalar tapdıq orada. Onlar real, mən istədim ki, onlar real çox olsun. Çünki bunun şey oradadır, güc oradadır, yük oradadır ki, biz onları real və yerində görə bilək. Tək-tük filmlərdən biridir ki, hətta tək filmdir ki, mən belə deyim, sənədli filmlərdən sonacan maraqla baxdım və o marağı məndə yarada bildi. Və mən düşünürəm ki, bu marağı məndə yaradan həm sizin çəkdiyiniz əziyyətin ekrana yansıdılmağı, orada keçdiyiniz çətin yolların bizə birbaşa çatdırılmağı, həm də ki, o hadisənin təbii ki, istəməzdik ki, bunlar təkrarlansın, yaxud bu müharibələr yaşanmış olsun Azərbaycanda. Amma o hadisələrin gerçəkliyinin üzə çıxmağı düşünürəm bizi ekrana və filmə bağladı və onun birbaşa o hadisələri yaşayan insanlardan dinləmək həqiqətən oradaymışcasına sizə təəssüratlar bağışlayırdı. Belə deyim, ən azından mən özüm belə düşünürəm ki, yəni məndə o təəssüratları oyada bildi. Günün ikinci seansında tamaşaçılar rejissorlar Qulay Əsgərovun Hasar qısametrajlı bədii və Fariz Əhmədovun sonuncu qısametrajlı sənədli filmlərini izləyiblər. Nümayişlərin moderatoru kinotənqidçi Aygün Aslanlı ilə sonda hər iki filmin müzakirəsi keçirilib. Ümumiyyətlə Azər film, Azər media daha çox inkişaf eləsin. Bilmirəm, mənim diqqətimdən qaçdı, yoxsa sonuncu filmin əvvəlində onun real həyatdan götürüldüyü qeyd olunmuşdur. Sonuncu filmi sənədli filmdir, o real insandır. Yəni demək istəyirəm ki, onu yaxşı olardı ki, öncədən, məsələn, o filmə mən izlədikcə elə öz-özümə sual verdim ki, bu aktyordur, yoxsa özüdür, aktyordur, yoxsa özüdür. O bayağı çəkilişlərimiz baxımından kanallarımıza baxmamaq vəziyyətinə gəlib çıxmışıq. Amma bugün o stereotipi qırdı, o film. O mənim üçün çox dəyərli idi. İkinci film isə biraz mənə yerli Robinson Crusoe təsiri bağışladı. Biləm Pятницamız yox idi deyə düşündüm. Və biraz sonunda belə insanın mənim üçün maraqlı qalan nöqtə var idi. Yəqin ki, rejissor da bunu boşuna yaratmayıb. Tamaşaçıda maraq yaratmaq üçündür ki, bu adam həqiqətən mi öldü, basırdılar, yoxsa ölmüş kimi elədilər, basırdılar. Siz onun ölümünü gördünüz, kamera onun öldüyü anı çəkib. Bu çox belə maraqlı idi.